Salam xanımlar, xoş gördük sizləri. Bugün mən sizə belə bir sarafanın, uşaqlar üçün şortik sarafanın toxunmağını göstərəcəm. Mən bu rengi seçməkdə mənim məqsədim, deməli bu rengi həm qız uşaqlarına, həm oğlan uşaqlarına geyindirmək olar. Bu ölçülər 3-6 aylıq arası, 6 aya qədər uşaqlar geyinə bilər. Uşaqların çəkisindən, boyundan asılı olaraq. Bunun üçün mənə deməli iki ip lazım oldu. Bunun bir yarımını istifadə etdim. Deməli ipimiz 45% akrildir, 55% də koton. Siz istəsəniz ancaq koton ipdən də istifadə edə bilərsiniz. Deməli bunun ölçüsünü də deyim sizə. 160 metrədir, 50 qramdır. Deməli 50 qramlıq ipin ikisindən bir yarımını istifadə etdim. 100 qram heç istifadə etmədim. Yəni o qədər az istifadə olundu. Deməli daha sonra 8 ədəd düymədən istifadə etdim. Milçən də siz ipinizin qalınlığından asılı olaraq deməli 3 milli və yaxud da 3 yarım istifadə edə bilərsiniz. Mən bəzi yerində 3, bəzi yerində 3 yarım istifadə etdim. Əsasən 3 yarımdan istifadə etdim. Toxunuşu yumşaq alınmaq üçün 3 yarımdan istifadə etdim. Bu hissələrində 3-dən istifadə etdim. Ancaq bu hissələrində 3 yarımdan istifadə etdim. Bu qədər. Əminəm ki, siz də mənimlə birlikdə bu əl işini toxuyacaqsınız. Əgər toxuduğunuz zaman hansısa bir problem olarsa, anlaşılmazlıq olarsa, yazsanız, mən sizi nə etmək lazımdır, yönləndirərəm. Beləliklə başlayaq toxumağa. Buyurun. Deməli, xanımlar, İlk olaraq bu şəkildə ipimizi qoyuruq. Belə üst-üstə qoyduq. Bir bənd eləyirik bu şəkildə. Elədik. Daha sonra 8 zincir çəkirik. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 zincir çəkdik. Birini də artıq çəkirik. 9-uncunu çəkdik. İndi 9-cudan yox, 8-ci zincirdən başlayırıq. Bu şəkildə toxunmağa. Saldıq, çıxartdıq. 1, hər birindən 2, 3, 4, 5, 6, 7 və 8-ci salırıq və 8. 8 zincirimizi toxuduq. İndi 1 zincir çəkirik və çeviririk. Çevirdik. Çevirəndən sonra belə bunun sümbül formasında qanatları var. Bu qanatların hər birinin arxa qanadından götürürük. Bu şəkildə götürdük. Toxuyuruq. Gördüyünüz kimi bir var bu qanat, bir var bu qanat. Götürdüm. Çalışın ki, hər dəfə sayın. 8 ədəd olmalıdır. Nə artıq, nə əskik. Bu şəkildə. Hər dəfə saysanız, çox da böyük say deyil. 8 dəfə. Bu şəkildə arxa qanadını götürürük. Gördüyünüz kimi arxa qanadını götürdüm, toxudum.
Arka kanadı götürdüm, toxudum. Bu sonuncuda biraz o tam görünməyə bilər. Onun diqqətli olun. Bir zincir çəkdim, bir daha dönürəm. Döndüm. Bu şəkildə. Deməli, müəyyən ölçüyə də olana qədər, əgər uşağınız üçün toxuyursunuzsa, uşağınızın belinin enini ölçürsüz, o ölçüyə uyğun toxuyursunuz. Əgər mən toxuduğum ölçüdə toxuyursunuzsa, mən toxuyacağım ölçü qədər eləyin, toxuyun. Bu şəkildə diqqətli olun ki, arxa tərəfində qalır. Elə görünür ki, yoxdur, amma əslində burada var. Baxın. Baxın, sonuncu burada. O toxunmasa ölçü düz gəlməz. Bu şəkildə bax, mən toxuduğum kimi belə dilimlər şəklində olacaqdır. Müəyyən ölçüyə gələnə qədər toxuyaq. İndi mən nə qədər toxuduğumu mən standart ölçüdə toxuyuram. O ölçüyə gələnə qədər toxuyaq. Bu şəkildə. Baxın, indi burada bu görünmür. Əslində bunu görməyən, bilməyən buradan zincir çəkib qaydar. Amma bunu mütləq toxumaq lazımdır. Gördüyünüz kimi bu kənarında bunun bu sonuncu buradadır. Bunu mütləq götürmək lazımdır. Bu şəkildə götürdük, toxuduq. Deməli, bu şəkildə toxuyaq. Nə qədər toxuyacağımızı mən sizə deyəcəm. Müəyyən qədər toxuyaq. Xanımlar, mən toxudum. Deməli, mən bunu bu şəkildə, bu dilimlər şəklində 30 dilimdir, 60 sıra oldu. 60 sıra 30 dilim. Elə bir gedir, bir qayıdırıq. Bu şəkildə bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. 30 toxudum. İndi bitirdim. Bir zincir çəkirəm. Bu şəkildə. Və belədir. Daha sonra elə bir boşluqdan, bir bu təpədən, bir boşluqdan, bir təpədən olmaqla toxuyuruq. Bu şəkildə göstəreyim mən sizə. Birini toxudum. Boşluqdan götürdüm. İndi birini təpə hissəsindən götürəcəm. Təpə hissəsindən götürdüm. İndi birini yenə də boşluqdan götürürəm. 1, 2, üçüncünü toxuyuram. Deməli, toxudum birini, sonra təpədən, boşluqdan, təpədən götürürəm. Bir də götürdüm və boşluqdan götürəndə, bu boşluq hissədən götürəndə dördüncünü götürdüm elə. 1, 2, 3, dördüncüdən götürəndə birini götürdüm, birini daha götürürəm. Dördüncüdən 2 dəfə toxuyuram. Deməli, bir daha göstərirəm. Birini təpədən götürürəm. Götürdüm. Birini boşluqdan götürürəm. Birini təpədən götürürəm. 3. Dördüncünü toxuyanda birini götürdüm. Birini daha götürürəm. Üçünü toxuyuram. Dördüncüdən 2 götürürəm. Bir daha.
Deməli 1 boşluqdan götürürük. 2 bir daha götürürük. 3 dəqiqə. Üçüncünü çıxarda bilmədim. 3 və indi dördüncünü götürürük. 1 və 2. Dördüncüdən 2 götürürük. Bir daha iyi göstereyim. Daha sonra davamını 1 2 3 dördüncüdən 1 və eyni yerdən 2. Deməli, üçünü toxuyuruq, dördüncüdən 2 götürürük. Üçünü tək toxuyuruq, dördüncüdən 2 götürürük. Bu formada sona qədər gəlirik. Deməli, bu şəkildə toxudum, sona gəlib çatdı. Amma mən istəyirəm bunu sizə ölçüsünü metrə ilə də deyim. Sizin üçün daha yaxşı, aydın olsun. Metrə ilə ölçəndə deməli 28 santim oldu. 28 santim. İndi sizin ipinizin qalınlığından da çox şey asılıdır. Ola bilər ki, məndən qalın ipdən istifadə eləyəsiniz və yaxud da milçənizin ölçüsünü fərqli eləyəsiniz. Onun da təsiri olur. Deməli, bunu bitirdim. Daha sonra bir zincir çəkirəm, çevirirəm bu üzünə. Bu tərəfə çevirəndən sonra deməli, burada bu şəkildə dilimlərdir. Sümbül formasında. Bunun arxa qanadından salıram. Bu şəkildə götürürəm, toxuyuram. Arxa qanadından salıram, götürüb toxuyuram. Hər iki qanadını yox, arxa qanadını bu şəkildə götürürəm, toxuyuram. Gördüyünüz kimi bu şəkildə. Hər birinin arxa qanadını götürürük. Sıranın sonuna qədər bu şəkildə gedirik. Gördüyünüz kimi baxın, arxa qanadını götürürəm. Bu şəkildə. Hər boşluqdan bir dəfə. Bu şəkildə. Mən açıq renk ip götürdüm ki, bunu oğlan üçün də toxumaq olar, qız üçün də toxumaq olar. Bunun yəni ki, fərqi yoxdur. Mən bu renkdə ipi götürdüm ki, həm oğlanlar üçün də, həm qızlar üçün də istifadə oluna bilsin. Yəni bu rengi oğlanlara da, qızlara da geyindirmək olar. Həm də ki, görünməyi rahat görünsün. Tünd renkdə olanda biraz görmək çətin olur. Ona görə də bu şəkildə sona qədər bu şəkildə hər birinin içindən deməli arxa qanadından götürürük. Bir daha birini də göstərim. Və gördüyünüz kimi bu sümbül şəklindədir. Bunun arxa qanadına, arxa tərəfə olan qanadını götürdüm. Bu şəkildə toxudum. Arxa qanadından olan götürdüm, toxudum. Arxa qanadı. Bir budur, bir budur. İki qanadı var. Bir bu, bir bu. Ortadan salıram, arxa tərəfə götürürəm. Sona qədər belə toxuyaq. Hamla gəldik, sona çatdıq. Sona çatdıq. Bir zincir çəkirəm, bir də çevirirəm bu tərəfinə. Bu tərəfinə çevirirəm.
Yine eyni qaydada, bu şekilde eyni qaydada toxuyuruq. Heç bir artırma, azaltma etmeden yine de arka dilimini götürürük. Arka dilimini götürdük. Bu şekilde bak. Ne artırma, ne azaltma, hiçbir şey etmeden deməli o 10 sıra belə toxuyuruq, 10 sıra qaydırıq. Yəni ki 20 belə dilim olur. 10 dəfə gedirik, 10 dəfə qaydırıq. Gedirik, qaydırıq. 20 sıra 10 dilim belə dilimlər şəklində, belə dilimlər şəklində. Burada da bunun kimi dilimlər şəklində olacaq. 10 dilim 20 sıra dümdüz bu formada toxuyuruq. Bu şəkildə belə. Və arxa qanadından götürürük. Və eyni ilə belə götürürük, toxuyuruq, götürürük, toxuyuruq. Deməli 20 sıra 10 dilim toxuyuruq. Daha sonra deməli davamında necə toxumaq lazımdır, onu bir daha göstərəcəm sizə. Bu şəkildə. Və arxa qanadından götürürük. Gördüğünüz gibi bir bu dilimdi, bir bu dilimdi. Bu iki dilimi var. Bunun ortadan salırıq, arka tərəfə götürürük, toxuyuruq. Saldıq, arka tərəfdən götürürük. Heç bir azaltma, artırma etmədən bu şəkildə. Və gördüğünüz kimi burada dilim şəklində alınır. Deməli 20 sıra gedirik, qaydırıq, gedirik, qaydırıq. Deməli 20 sıra toxuyuruq. Daha sonra davamında birlikdə davam elətdirək. 20 sıranı toxuyub bitirdik. Deməli 10 tərs, 10 düz toxuduq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli belə 10 dilimdir. Dilimləri sayırsan, bu 10 dilim 20 sıra deməkdir. Deməli bitirdik. Bir zincir çəkirik, dönürük bu şəkildə. Bundan sonra deməli biz burada mütləq tərsi düzü bilməliyik. Tərsi bu toxunuşda tərsi düzü bilməyin ən gözəl yolu deməli mən sizə deyim. Burada əvvəl başladığımız yer var idi. Əvvəl başlayanda deməli buradan başlamışdıq. Buradan başlayıb getmişdik. Deməli əgər ip bu tərəfdədirsə, deməli soldadırsa, deməli biz düz üzdəyik. Əgər yox, belə sağdadırsa, deməli biz tərs üzdəyik. Ona görə də deməli toxuyanda biz buna diqqət yetirməliyik. Bu toxunuş elədir ki, burada tərsi düzü bilmək olmur. Ancaq bundan sonraki toxunuşda mütləq tərsi düzü bilməliyik. Və gördüyünüz kimi burada necədirsə, burada da elədir. Ona görə də deməli biz düz üzdə olduğumuzu bilmək üçün bunu belə eləyirik və yaxud da ki bir sancaq taxırıq. Əgər siz qarışdırsanız bir sancaq taxırıq. Deməli bu şəkildə sancağı məsələn bir yerindən, bir hissəsindən taxırsınız. Bu şəkildə taxırsınız bir hissəsindən. Bilirsiniz ki, burada deməli düz üzdəsiz. Bu şəkildə. İndi bundan sonra mütləq tərsi düzü bilməliyik. 20 sıra toxuduq, bir zincir çəkdik, döndərdik. Döndərəndən sonra deməli indi nə edirik? Bunu sayaraq 7 düz toxuyuruq. Normal şəkildə toxuyuruq. Deməli 1
2, 3, 4, 5, 6, 7. 7 ədəd toxuduq. Daha sonra ikisini boş buraxırıq. 8 ilə 9-u boş buraxırıq. 10-cunu bu şəkildə götürürük, toxuyuruq. Bu şəkildə. 2 ilməni boş buraxdıq. Daha sonra indi biz sona qədər, sondan 9 ilməmiz qalana qədər bu şəkildə toxuyuruq. Artırma, azaltma heç bir şey etmədən bu şəkildə, deməli 9 ilmə qalana qədər toxuyuruq. Gəlib sona çatdıq. Deməli sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu şəkildə 9 sümbül qalana qədər. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 sümbül qalıb. İndi nə edirik? 1, 2. 2 boşluq buraxırıq. İkisini toxumuruq. Üçüncüdən toxuyuruq. Bu şəkildə. 1, 2, 3, 4, 5, 6 və sonda 7. Deməli, buradan 7 toxuyuruq, 8, 9 boş qalır, 10-cudan toxuyuruq. Burada gəlirik, 9-u qalanda ikisini boş buraxırıq, 7 toxuyuruq və bir zincir çəkirəm. Dönürəm, gördüyünüz kimi arxa üzə. Burada sancaq görünmür. İpim də sağ tərəfdədir. Gördüyünüz kimi. Burada deməli düz toxuyuruq. Nə artırma, nə azaltma etmədən dümdüz, tərs üzdə düz toxuyuruq. Heç bir artırma, azaltma etmədən. Deməli, bu hissəni gördüyünüz kimi ilk ilmədən başlayaraq bu şəkildə dümdüz toxuyuruq. Heç bir azaltma, artırma etmirik. Düz üzündə azaltma edirik. Tərs üzündə heç bir şey etmirik. Bunu dümdüz, sadə şəkildə toxuyuruq. Bu şəkildə. Sona qədər bu şəkildə toxuyuruq. Bu sıranı düz şəkildə bitirdik. Tərs üzünü düz şəkildə normal toxuduq. Artırma, azaltma etmədən toxuduq. Bir zincir çəkirəm. Çevirirəm düz üzünə. Düz üzündə yenə də 7 toxuyuram. 8, 9 boş buraxıram. Normal gəlirəm sona qədər. 9 qalanda ikisini boş buraxıram. 7 ədəd düz toxuyuram. Bu şəkildə indi bir də toxuyaq. Deməli, bir, 2, 3, 4,
5, 6 ve 7. 7 adet gördüğünüz gibi 1, 2, 3, 4, 5, 6 ve 7 toxuduq ve 8 ile 9'u ötürürük. Bu. Bir ikisini ötürürük. Üçüncüsünden toxuyuruq. Bu şekilde. İkisini ötürdük. Gördüğünüz gibi. Deməli, toxuyuruq. Sıranın sonuna kadar bu şekilde toxuyaq. Sonda bir daha göstereyim. Geldik sona. Deməli sonda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 sümbülümüz var burada. Sümbül şeklindedir. 1, 2'ni boş bırakırıq. Üçüncüdən normal şekilde götürürük. 1, 2, 3, 4, 5, 6 ve sonuncu 7. Bu şekilde götürdük. Bir zincir çekirik, keçirik tərs üzünə. Deməli, tərs üzündə nə edirdik? Tərs üzündə sadə şəkildə toxuyuruq. Azaltma etmədən toxuyuruq. Bu formada deməli 18 sıra belə olana düz üzündə 18 sıra deməli 14 sıra 18 sıra yox 14 sıra bu formada azaldaraq gedirik. Deməli biz 2 azaltma elədik. Qaldı 12 azaltmamız. Deməli 14 sıra azaltma eləyirik. 14 sıra düz toxuyuruq. Deməli düz üzündə azaltma eləyirik. Tərs üzündə sadə şəkildə toxuyuruq. Yəni heç bir azaltma etmədən. Bu şəkildə deməli 28 sıra toxuyuruq. 14 azaltma eləyirik. 14 sırada azaltma etmirik. Düz üzdə azaltma edirik. Tərs üzünə çevirəndə sadə şəkildə toxuyuruq. Heç bir azaltma etmədən. Bu formada deməli 14 sıramızı azaltmamızı 14 sıra düz formada adi qaydada toxuyuruq və sonda necə davam eləyəcəyik birlikdə davam eləyirik. Gəlib sıranın sonuna çatdıq. İndi sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 sümbülümüz qalıb. Deməli 1, 2'si boş bırakırıq. Üçüncünü götürürük və toxuyuruq. Bu şekilde 1, 2, 3, 4, 5, 6 ve 7. Deməli düz üzündə toxudum. Deməli nə elədik? Düz üzündə əvvəl buradan 7'sini toxuduq, 2'sini boş bıraxdıq, 8 ilə 9'u boş bıraxdıq və 10'uncudan sadə şəkildə davam elədik. Heç bir azaltma eləmədən. Gəldik burada sonda 9 ilməmiz qalanda 2'sini boş bıraxdıq, 7'sini toxuduq. Deməli 7 buradan, bu kənardan, 7 bu kənardan olanda azaltmalar eləyirik. 7'si buradan, 7'si bu kənardan. Buradan 7'sini toxuyuruq, 8 ilə 9'u boş bıraxırıq. Buradan da 9'u qalanda 9 ilə 8'i boş bıraxırıq. Yenə 7'sini toxuyuruq. Yəni hər iki qıraqdan 7'si toxunmuş olur. 8 ilə 9 boş qalır. Deməli düz üzündə burada sancaq taxdım.
göstərdiyim kimi bu ipimiz də bu kənardadır. Bu olanda burada azaltma eləyirik. 14 sıra bu şəkildə azaltma eləyirik. 14 sıra azaltma eləyirik. 14 sıra sadə şəkildə tərs üzündə toxuyuruq. Deməli, bir sıra azaltma eləyirik. Tərs üzünə gələndə bir sıra sadə şəkildə toxuyuruq. Yəni heç bir azaltma eləmirik. Deməli, düz üzündə azaltma eləyirik, tərs üzündə heç bir azaltma eləmədən, deməli 14 sıra azaltma eləyirik. 14 sıranı sadə toxuyuruq. Bir azaltma, bir sadə toxunuş, bir azaltma, bir sadə toxunuş. Düz üzdə azaltma eləyirik, tərs üzdə heç bir azaltma eləmədən sadə şəkildə toxuyuruq. Bu şəkildə 28 sıra, yəni 14 azaltma eləyirik. Ümumi 28 sıra toxuyuruq. Bu formada mənim dediyim kimi toxuyuruq. Bir azaltma eləyirik, bir azaltma eləmədən 28 sıranı toxuyuruq və sonda necə davam eləmək lazımdır, birlikdə davam eləyirik. Beləliklə xanımlar, biz bir daha izah eləyim. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 diş, yəni ki 20 sıra. Bir diş 2 sıradır. Bir getmək, bir qayıtmaq. 10 diş, yəni 20 sıra toxuduq düz şəkildə, azaltma, artırma etmədən. Ondan sonra 14 diş, yəni 28 sırada azaltma eləyə getdik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 sırada deməli azaltma eləyə gəldik. İndi növbədə baxırıq neçə dənə qalıb. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 19. 19 ilməmiz qalıb. Bu 19 ilməni deməli 2 diş, yəni 4 sıra toxumalıyıq. Bu hissəsin, yəni ki. Deməli, bu şəkildə. Elə adi toxunuş şəklində toxuyuruq. Normal şəkildə. 19 ilməni deməli 2 diş, yəni ki 4 sıra adi qaydada toxuyuruq. Daha sonra artırmalarımıza başlayırıq. Bu şəkildə 2 diş toxuyuruq. Daha sonra davam edirik. Deməli 2 diş toxudum. 2 dişi toxudum. Yəni ki 4 sıra. İndi burada başlayırıq artırma etməyə. İndi artırmanı necə edirik? Bir, 2, 3, 4, 5, 6 və 7. 7 toxuduq. İndi 8-cidən 3 dəfə çıxırıq. 1, 2, 3. 8-cidən 3 çıxdı. 3 dəfə çıxdıq. İndi burada 1, 2, 3, 4, 5, 6, 7, 8-ci bura gəlir. Deməli, burada nə etməliyik? 3 dənəni adi toxumalıyıq. 1, 2, 3. 3 dənəsi normal toxuduq. 1, 2, 3, 4, 5, 6, 7. 8-cidən yenə də 1, 2 və 3 dəfə çıxdıq. Daha sonra 1, 2,
3, 4, 5, 6 ve 7. 7'si normal toxuduq. Bir zincir çəkirəm, çevirirəm bu üzünə. Bu üzündə, tərs üzündə azaltma, artırma etmirəm. Tərs üzünü normal şəkildə toxuyuruq. Düz şəkildə normal toxuyuruq. Nə azaltma, nə artırma etmirik. Sona qədər tərs üzünü toxuyaq. Tərs üzünü normal hər birindən bir ədəd çıxmaqla tərs üzünü normal toxuyaq. Düz üzünə gələndə azaltmamıza yenə başlayaq. Tərs üzünü bitirdim. Zincir çəkirəm, çevirirəm düz üzünə. Keçdim düz üzünə. Deməli, bundan əvvəlki düz üzündə, deməli 19'u 2 buradan artırdıq. 4 artırma elədik. 19 ədəd idi. 23 oldu. İndi yenə də 2 buradan yenə artıracağıq. Yenə də nə edirik? 7 toxuyuruq. 8-cinin içindən 2 dəfə çıxırıq. Deməli, bir, 2, 3, 4, 5, 6, 7. 7 toxuduq. 8-cinin içindən bir dəfəni normal toxuyuram. 2 də artırma edirəm. Birincini çıxartdım. 2 və 3. 3 dəfə toxuduq. Yəni ki, bir normal, 2 də artırma. Bir də gedirik. Son 8 qalana qədər hər birinin içindən bir ədəd çıxardaraq gedirik. Bir, 2, 3, 4, 5, 6 artıq toxumuşam. 1, 2, 3, 4, 5, 6, 7. 7. 8-cinin içindən bir dəfə normal toxuyuram. 2 ədəd də artırma edirəm. 2 və 3. 3 toxudum. İndi 7 ədəd normal toxuyuram. 1, 2, 3, 4, 5, 6 və 7. Bir zincir çəkirəm, çevirirəm tərs üzünə. Tərs üzündə heç bir artırma, azaltma etmədən normal şəkildə toxuyursunuz. Normal şəkildə toxuyaq, daha sonra bir daha artırmamızı edək. Tərs üzünü normal toxudum, çevirirəm, bir daha düz üzünə. İndi düz üzündə bir daha artırmamızı edirik. Deməli, bir, 2, 3, 4, 5, 6,
6, 7 toxudum. 8-cinin içindən bir dəfə normal toxuyuram. 2 ədəd də artırma edirəm. 1, 2. 2 artırma etdim və 8 qalana qədər toxuyuram. 8 ilməm qalana qədər toxuyuram. Geldik. Bir, 2, 3, 4, 5, 6, 7, 8-cidən birini çıxartdım. Bir daha sayayım. 1, 2, 3, 4, 5, 6, 7, 8-cidən birini çıxartdım. İkisini daha çıxardıram. 2, 3. Davam eləyirəm. 1, 2, 3, 4, 5, 6 ve 7. Burada artırmalarımı elədim. İndi tərs üzündə yenə də bir zincir çəkirəm, çevirirəm və bu üzündə heç bir azaltma, artırma etmirəm. Tərs üzündə normal şəkildə toxuyuram sona qədər. Bir daha toxuyaq və yenidən artırmamızı edək. Baxıram, neçə dəfə artırma etmişik. 1, 2, 3 dəfə artırma etmişik. Bir artırma daha etməliyik. Bir artırmamızı sona qədər toxuyaq. Bir artırmamızı daha edək. Tərs üzünü bitirdik. Bir zincir daha çəkirəm, çevirirəm. Çevirirəm. Deməli, 1 artırma, 2 artırma, 3 artırma etmişik. Sonuncu artırmamı eləyirik. Deməli, əvvəl 19 idi. 4 artırdım. Oldu 23 bu sırada. İkinci sırada 23'ü 27 elədik. Üçüncü sırada 31 oldu. Şimdi dördüncü artırmamda 35 ədəd olmalıdır. İndi nə eləyirik? Sonuncu artırmamızı eləyirik. Deməli, sonuncu artırmamız 1, 2, 3, 4, 5, 6 ve 7. 8-cidən bir normal toxuyuruq. 2 də artırma eləyirik. 2 ve 3. Bir boşluqdan 3 dəfə çıxdıq. Gəlirik 8 ədəd qalana qədər toxuyuruq. Toxuyuruq. Sonra geldik. Sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8'i qalıbdı.
İndi 8-ciyə gəldik, çatdıq. 8-cidən bir normal toxuyuruq. 2 də artırma edirik. 2 və 3. 3 artırma elədik. 1 2 3 4 5 6 ve sonuncu 7. Bir zincir çekirik, çeviririk. Deməli, buradan sonra normal qaydada gedirik. Ters üzünü də normal şəkildə toxuyuruq. Sona qədər toxuyaq gələk. Sonuncunu, ters üzünü normal şəkildə toxuyaq. Deməli, toxudum. Bir zincir çəkirəm. Çevirirəm düz üzünə. Gördüğünüz kimi burada 1, 2, 3, 4 dəfə artırma ettim. 19 idi, oldu 35. İndi sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34 ve 35. 35. Bu 35 ədədi ilməni normal şəkildə 5 dərs, 5 düz sıra olmaqla 10 sıra deməli, yəni 5 dilim toxumalıyıq. Heç bir artırma, azaltma etmədən normal şəkildə eyni toxunuşla arxa qanadından götürməklə yenə də toxunuş eynidir. Toxunuşda heç bir dəyişiklik yoxdur. Ancaq azaltma, artırma oluna bilər. Yəni hər tərəfi eyni toxunuşla toxunur. Bu şəkildə deməli 5 dilim, yəni ki belə 5 dilim 1, 2, 3, 4, 5 5 dilim, yəni 10 sıra 5 tərs 5 düz toxumaqla 10 sıra toxuyuruq 5 dilim. Daha sonra düymə yeri qoymaq üçün birlikdə davam elətdirək. Deməli 5 dilim azaltma artırma etmədən normal şəkildə 35 ilməni olduğu kimi toxudum. Gördüğünüz kimi 1, 2, 3, 4, 5 dilim. Yəni ki 10 sıra toxudum. İndi düymələrini də mən hazırladım. Bu şəkildə. Deməli bu hər birinin arasında 4 dilim olur. Ona görə də bunları da eləyəndə 4 dilim aralıqlarla eləyirik. Deməli indi düymə üçün, ilgək qoymaq üçün bir zincir çəkirəm. Düz üzündəyik. Deməli 1 2 3'ünü toxudum. İndi dördüncünü bir qanadından yox, hər iki qanadından götürürəm. Onu da götürməyimin səbəbi odur ki, düymələrin ilgəkləri tez boşalıb, düyməyə mane açıb bağlayanda çox boş olmasın, çıxmasın, tez çıxmasın düymədən. Ona görə də mən bunu hər iki qanadından götürürəm. Və gördüyünüz kimi toxuyanda tək qanadı toxuyuruq. Amma indi hər iki qanadı götürürəm. Götürdüm bu şəkildə. Daha sonra 2 zincir çəkirəm. 1 2. 2 zincir çəkdim. 1 2 dənə boşluq buraxıram. İkisini toxumuram. Üçüncünü yenə də hər iki qanadından götürürəm. Bir qanadından yox, hər iki qanadından götürürəm. Bu şəkildə. Gördüyünüz kimi
düymə yeri daha sıx olur. Daha sonra həmişəki qaydada bir qanadından toxuyaraq gedirəm. Tek qanadından toxuyaraq gedirəm. Bu şəkildə. Gördüyünüz kimi tek qanadından toxuyuram. Sonda deməli 6 ilmə qalanda, 6'sı qalanda bura qədər, 6'sı qalana qədər toxuyuruq. Daha sonra yenidən davam edirik. Deməli toxuduq 1, 2, 3, 4, 5, 6. 6 ilməmiz 7'si qalıbdı. İndi 6'sını 1, 2, 3, 4, 5, 6, 7'dir. 7'dən hər iki qanadından götürürük. Hər iki qanadından götürdük. Daha sonra 1, 2 zincir çəkirik. 1, 2 ilməni ötürürük. Üçüncü ilməni yenə də hər iki qanadından götürürük. Toxudum. Daha sonra tek kanattan götürürük. 1, 2, 3 ve 4. Bu şekilde. İndi daha sonra çeviririk ters yüzüne. Bir zincir çekirik. Burada normal şekilde toxuyuruq. İndi ilmə yerində necə eləmək lazımdır? Onu bir daha göstərək. Tek qanadından götürərək toxuyuruq. Hər birinin tek qanadından götürərək toxuyuruq. Və gəldik ilmə yerinə çatdıq. İlgək yerindən demək. Bu tek olan zincirlərində içindən zincir çəkmişdik düymə üçün. Bunların da içindən götürürük, arasından götürürük və bu şəkildə toxuyuruq. Bu şekilde arasından götürürük ve toxuyuruq. Gördüğünüz kimi bu şekilde düğme yeri onda daha yaxşı olur. Bu formada gəlirik və sonda da aradaki zincirlərində orta hissəsindən götürürük və toxuyuruq. Yəni bunları ortada boş qoymuruq, toxuyuruq. Bu şekilde ters üzünü normal şekilde toxuduq ve düz üzünü keçəndə bura qədər gələk. Burada yenə də göstərərəm. Daha sonra eləməliyik. Gəldik bu düymə yerinə, ilgək yerinə. Burada deməli bu 2 zincir çəkmişik. 2 zinciri nə edirik? Sıx olduğuna göre tam arasından. Zincirin tam ortasından girirəm, çıxardıram ilmeği və toxuyuram. İkinci zincirimin də tam ortasından girirəm, çıxartdım və toxuyuram. Və daha sonra 4 ilmimizi də toxuyuram. Ve bitiririm. Bitirdim. Zincir çəkirəm, çevirirəm. İndi burada deməli burada biz
bu düymə yerinə qoymuşuq. Düymə yerini düymələyirəm. Gördüyünüz kimi bu birinci düymə yerimizdir. Bu formada. Məndə düymələri böyük olduğuna görə mən 2 zincir çəkdim. Əgər sizin düyməniz daha kiçik olsa, siz 1 zincir çəkərsiniz düymə yerində, ilgəkdə 1 zincir çəkərsiniz. İndi bununla bunun arasında demək, göstərim sizə. 1, 2, 3, 4 diş var. Bu 4 dişin toxuyuruq. Açın. Gördüyünüz kimi ilmələrimiz, ilgəklərimiz. Deməli, 4 diş toxuyuruq. Bu birinci dişdir. Bunun kimi normal qaydada ilgək qoymadan 4 diş toxuyuruq. Daha sonra ikinci ilgəyin düymə yerini qoymağı birlikdə edirik. Gördüyünüz kimi deməli tamamladıq 4 sıranı. İndi gördüyünüz kimi düz üzdəyik. 1, 2, 3, 4. 4 diş toxuduq. Yəni ki 8 sıra. Bu ilgəklə buranın arasında 1, 2, 3, 4 diş var. İndi biz görürsünüz ki düymələyəndə, bunu düymələyəndə gəlir çıxır bura. İkinci düymənin yeri. Mən ona görə bu düymələri tikdim ki, əvvəlcədən siz də görəsiniz ki, birinci düymə ilə ikinci düymənin arasında nə qədər? Bu qədər ara var. Yəni 4 diş. 1, 2, 3, 4 diş var. 4-cü dişlə 5-ci dişin arasında bunu tikmişəm. 3-cünü də ən sonda yuxarıda tikmişəm. Bununla bunun arasında da 4 diş var. Bununla burada da. Bu şəkildə. İndi ikinci deməli ilgək yerini qoyuruq düymə üçün. Yeniyirik. Bir. İki. Üç. Üçünü toxudum. Dördüncünü öncədə olduğu kimi hər iki qanadından götürürəm. Tək bu qanadın yox, tək ortasından götürmürəm. Buradan ortadan götürmürəm toxuduğum kimi. Bunun altından hər iki qanadını götürürəm bu şəkildə ki ilgəyi daha möhkəm olsun. Daha sonra 1, 2 zincir çəkirəm. Burada da 1, 2 boşluq qoyuram. Yenə də 3-cü boşluqdan deməli 1, 2-cini qoyuram. 3-cü boşluqdan hər iki qanadın altından salıram. Bir qanad yox, 2 qanadı götürürəm. Bu şəkildə. Gördüyünüz kimi. Daha sonra növbətini yenə də ortasından götürürəm. Bütöv yox, ortasından götürürəm. Bu şəkildə toxumağa davam edirəm. Bu şəkildə. Gördüyünüz kimi orta hissəsindən götürürəm. Orta qanadından. Arxasına arxa qanadını götürürəm. Ortadan salıram. Arxa qanadı götürürəm, toxuyuram. Deməli, sonda 6 ilmə qalanda 7-cidən buradan toxuyuruq. Bura qədər gəlin, burada yenə göstərim. Bura qədər gələk, sona qədər. Gəldik bu başa. 1, 2, 3, 4, 5, 6, 7. 7-cini
Yedincini her iki kanadından altından götürürük. Buradan yok. Altından götürürəm. Toxuyuram. 1 2 zincir çəkirəm. 1 2 qalır, ikisi qalır. Üçüncünün altından götürürəm ve düğme yeri. 1 2 3 ve 4. 4 toxudum, dönürəm. Buradan toxumağa davam edirəm. Deməli, birinci düğme yerindən necə izah eləmişdimsə, o cür. Deməli, buradan da bunu da toxuduq. Bundan da sonra burada olduğu kimi 4 diş toxuyuruq. Bir de bunu qoyuruq. 4 diş yenə də toxuyaq. Daha sonra birlikdə davam edirik. 1 2 3 4 4 diş yenə də toxuyuruq. Düz şəkildə nə artırmırıq, nə azaltmırıq. Gördüyünüz kimi indi düz üzündəyəm. Deməli 1 2 düymə yeri qoyuldu. İndi üçüncünü qoymalıyıq. 1 2 3 4 4 diş. Bunun arasında necə idisə 1 2 3 4 1 2 3 4 diş toxuduq yenə. Yəni 8 sıra. İndi yenə ilgək yeri qoyuruq düymə üçün. 1 toxudum. 2 3'ün toxudum. Dördüncünün iğneydi. Her iki kanadını götürürəm. Götürdüm, toxudum. Her iki kanadını. Daha sonra 1 2 zincir çəkirəm. 1 2 boşluq qoyuram. Üçüncünün de her iki kanadını. Buradan bir kanadını götürmürəm. Buradan altından her iki kanadını götürürəm ve toxuyuram. Bu şekilde. Daha sonra yenə də her birinin tek kanadını toxuyuram. Sümbülün ortasından götürürəm. Her iki tek kanadını toxuyuram. Bu şekilde. Sonda 7 belə ilməmiz qalana qədər toxuyuruq. Düymə qoymaq üçün bura qədər gələk. Deməli gəldik. 1 2 3 4 5 6 7. İndi burada 7-cini hər iki qanadından, yəni alt hissəsindən götürürəm və toxuyuram. 1 2 zincir çəkirəm. Deməli 1 2 boşluq qoyuram. Üçüncüdən tam altından götürürəm. Toxudum. Daha sonra bu birini toxudum. 2 ortadan götürürəm bunları. 3 ve 4. Yalnız bu ilgəyin her iki kənarının iki kanadını götürürəm. Kalan hamısının tek kanadı. Zincir çektim ve çeviririm. Çeviririm. Buradan deməli çevirdim. Toxuyuram bunu. Sıra başa gedene kadar toxuyuram. Burada ilgəyin yerindən ehtiyat olmaq lazımdır. Zinciri götürmek lazımdır. Yani o zincir toxuduğumuz yeri boş geçmek olmaz. Zincirin tam ortasından götürürüm.
sona qədər gedirəm. Sona qədər gedəndən sonra gəlirəm başa. Buradan daha sonra deməli bu ilgəkdə bitdikdən sonra 1, 2, 3 ilgək olur, tam bitir. Tam bitəndən sonra nə edirik biz? Deməli tam bitəndən sonra tam bitdikdən sonra belə deməli birincini də düyməliyirəm. İkincini də düyməliyirəm. Və üçüncünü də düyməliyirəm. Bunu təzə eləmişik. Bitirdikdən sonra. Demək, bu getdiyimiz yeri sona gələndən sonra adi qaydada demək, azaltma, artırma etmədən ilgəklərimiz də tam bitdi, düymə yeri bitdi. Deməli, 10 diş toxuyuruq. Deməli, 10 diş 20 sırada. 20 sıra toxuyuruq düz formada. Bunun yuxarı hissəsini. Bunu bitirdikdən sonra, bu sıranı sona gəldikdən sonra deməli 10 diş 20 sıra tam şəkildə toxuyuruq. Daha sonra birlikdə davam edirik. Deməli 10 diş, yəni 20 sıra düymədən sonra toxuduq bu şəkildə. İndi bu hissəsini bitirdikdən sonra bu ipi kəsirik. Daha sonra bu iki hissəyə də düymə tikəcəyik. Bu hissəsində düymələrini tikirik və keçirik arxa tərəfinə. Öncə arxa tərəfini toxuyaq, bu hissəsindən toxuyaq. Daha sonra düymələrini də tikək, hazırlayaq. Arxa hissəsini. İndi bunun arxa hissəsinin diliklərini sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. 30 dilimdir. 30 dilimi 2 yerə bölürük. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Mən düz 15-cini 15 ilə 16-nın tam arasına salıram mən. Bu şəkildə. Bu ikisinin arasına saldım. Bunu iki hissəyə böldüm. Daha sonra bu hissədə yarısını bu hissəyə, yarısını bu hissəyə olmaqla burada toxuyuram. Deməli 1, 2, 3 bunu saymıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 burada. Deyirəm mən buradan. Buradan götürürəm. Buradan götürürəm. Bir zincir çəkirəm. Demək nə edirəm? Bir buradan toxudum. Birin təpə nöqtəsindən 2, birin buradan 3, birin təpə nöqtəsindən 4, birin buradan 5, burun 6, birin buradan 7, birin də buradan təpə nöqtəsindən 8. 8 buradan elədim.
8 buradan elədim. İndi bura tam ortasıdır. Bura tam ortasıdır. Buradan da 1 elədim. Bunu çıxardıram. Bu bir dənəni elədim. İndi burada yenə 8-ini eləyirəm. 1 2 3 4 5 gördüğünüz kimi birin tepeden birin çukurdan eləyirik. 6 7 ve 8. Bu şekilde toxudum. Bir zincir çəkirəm. Çevirirəm bu tərəfə. Bir, iki, üç, dört. Gördüğünüz gibi arka kanadını eləyirəm. 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ve ilkten çıkardıram 17. Bu şekilde bunu toxudum. Bir zincir çəkirəm və çevirirəm bu tərəfinə. Yine de eyni qaydada bunu biz 12 ya 14 dilim toxuyuruq. Ve gördüğünüz gibi zincirimi çektim. Bu sayı azaltmırıq, artırmırıq. 17 ilmədi. 17 ilməni bu şekilde deməli 12 dilim, yani 24 sıra toxuyuruq. Bu şekilde gördüğünüz gibi bu sıranı da bitireyim. Bu şekilde. Deməli, bura çatanda bir zincir çəkirib yuxarı çıxırıq, çeviririk. Bir ters, bir düz olmaqla bu şekilde toxuyuruq. 12 dilim, yani ki 24 sıra toxuyuruq. Yani ola bilər ki 12 dilim yox, 14 dilim də toxuya bilərsiniz. Yani ki siz baxır toxuyaq, hündürlüyünə uyğun onu biz dəqiqləşdirərik. 12 dilim toxuyaq, yoxsa 14 dilim toxuyaq. Bu şekilde deməli 16, 8, 8, 16 arada da biri 17, 17 de ilmədi. 17 toxuyuruq, 12 dilim ve yaxud da 24 sıra toxuyuruq. Bu şekilde müəyyən qədər toxuyaq, daha sonra davam edək. Deməli 1, 2, 3, 4, 5, 6, 7 dilim toxudum. 7 dilim. Yani ki 14 sıra. Burada bitirdiğimiz yerden sonra bir zincir çekirəm, çevirirəm. Bu 7'ni
Bu ilmələrin sayını 17 ədədli 1, 2, 3, 4, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 və 17. Bu 17'nin 8'ini toplayıram. 8 ədədini toplayıram. 1, 2, 3, 4, 5, 6, 7 ve 8. Şimdi bir yerde kalır 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 adet kalır. 8'in toxudum. Bir zincir çəkirəm, çevirirəm. Bu 8 ədədi müəyyən qədər toxuyuruq. Üç, 4, 5, 6, 7 ve 8. Bu şekilde toxudum, bir zincir çəkirəm, çevirirəm. Yine de eyni qaydada toxuyuram. Bir ters, bir düz, bu şekilde toxuyuram. Müəyyən qədər toxuyuram. Təxmini deyim ki sizə 15-16 dilim bu qədər toxuyuruq. 15-16 dilim toxuyuruq. Daha sonra təxmini 30-32 sıra zat belə bu qədər toxuyuruq. Müəyyən qədər toxuyaq, daha sonra davam edək. Bu şekilde 16 dilim toxuduq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 dilim toxuduq. İndi düymə üçün bilik açırıq. Deməli 1, 2, 3, 3 toxuduq. 2 zincir çəkirik. Buradan da 1, 2'ni boş bırakırıq. 1, 2 ve üçüncünü toxuyuruq. Bu şekilde 3 bu kenardan, 3 bu kenardan toxuyuruq. 2 zincir də çəkirik. Düymə yeri üçün. Bu şekilde çeviririk. Her bir toxuyuruq. Ve toxuduq. Ve bu şekilde zincir çekirik, bir sıra daha toxuyuruq. Şöyle bir sıra daha toxuyuruq. İstəsəniz bir neçə sıra toxuya bilərsiniz. İstəsəniz də bu qədər yetərlidir. Belə. Bu şekilde. Şimdi mən ipimizi kəsirəm. Baxıram.
Bir sıra daha toxuyun. En yaxşısı. Bir sıra daha toxuyun. Bir zincir çəkirəm. Kəsirəm. Bu şekilde. Burada daha sonra düğme tikip sonda düğme tikip bura bitişdirəcəyik. Bu şekilde. Belə. İndi bunun bu kenarına da eləyirik. Eyni qaydada. Deməli 8 buradan toxuduq. 9 ilmə qalıb. 9 ilmənin də birini boş bırakırıq. İkinciden ipimizi keçirdirik ve bir zincir çekirik. Bir zincir çekirik. Deməli bu şekilde toxuyuruq. Sekiz ilməmizi bu şekilde toxuyuruq. Bir zincir çekirik, çeviririk. İğne ile deməli 1, 2, 3, 4, 5, 6, 7 ve sonuncunun içinden çıxardırıq. Ve bir zincir çekirik, çeviririk. Gördüğünüz gibi burada ortada bir ilməmiz kaldı. 8 bu kenardan, 8 bu kenardan toxuyuruq. Bu 8 ilməni də bu kenarı necə qaldırmışdıqsa o şekilde toxuyuruq. Bu şekilde toxuyuruq. Gördüğünüz gibi ve düğme yerini de iğne ile olduğu kimi bir zincir çekip çevirir. Düğme yerini de olduğu kimi burada necə idisə burada da o formada. Bunu neçə dilim toxuduqsa bunu da eyni. Yine de sayıram. Burada bitirdiğimiz yerde 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 dilim toxudum. Yani ki 32 sıra. 16 dilim toxudum. Daha sonra düğme için ilik koydum. Daha sonra 2 dilim daha toxudum. Bu şekilde bunu iğne ile bunun kimi toxuyuruq. Bu şekilde devam edirik. Daha sonra ne eləməliyik? Onu birlikdə edək. Deməli, arxa hissəsini də bitirdikdən sonra bu artıq iplərin hamısını arxa tərəfindən deməli arxa tərəfindən belə itiririk. Daha sonra artıq yerini də kəsib atırıq. Kəsib çıxarırıq. Bu şəkildə eləyirik.
Hər tərəfinin artıq yerini beləliklə kəsib çıxardırıq. Bu şəkildə. Bu şəkildə gizləyirik. Artığını da bilinmir. İndi biz deməli bu hissələrin düyməsini tikirik. Birini buradan və birini buradan. Bu şəkildə tikək. Hər iki deməli düymələri tikək. Daha sonra birlikdə sona çatdıraq. Deməli mən gördüyünüz kimi iynəm saplıdır. Arxadan salıram. Birini sizinlə birlikdə hazırlayayım. Bu şəkildə. Birini elədikdən sonra daha yaxşı olar ki, bu şəkildə bağlayın arxadan. Belə bağlayın, onda daha yaxşı. Daha sonra bir dəfə daha. Bir dəfə elədim. İndi bir dəfə daha eləyirəm ki, daha möhkəm olsun. Bu şəkildə. 2 dəfə məncə yetərlidir. Daha sonra belə ortasından eləyirəm. Düyünlənir. Artıq hazırdır. Bu şəkildə. Bu düyməni də o şəkildə hazırlayaq. Beləliklə xanımlar, düymələrini də tikdim. Bu hissəsində düymələrini tikdim. Beləliklə bu arxa hissəsidir. Bu arxa hissəsidir. Bu da ön hissəsidir. Bu qədər. Əminəm ki, sizlər də bəyənəcəksiniz bu əl işimi. Mənimlə birlikdə toxuyacaqsınız. Əgər əl işimi bəyəndinizsə, like etməyi, bəyənməyi unutmayın. Zınqrov işarəsini aktiv etsəniz, əl işlərimdən ilk olaraq siz xəbərdar olacaqsınız. Beləliklə bir işimin daha sonuna gəldim. Hələlik yeni işlərimizdə görüşmək ümidi ilə.